Salam, hər vaxtınız xeyir olsun, hörmətli tələbələr. Hər birinizi xoş gördük. Mən Gönçə Dadaşova, ingilis dili müəllimi. Bugün sizlərlə qəbula düşən nümunə suallardan birinin üzərində işləyəcəyik. Mövzumuz negativ sentences. Gəlin birlikdə sualı analiz edək. Deməli, bugünkü sual nömrəmiz 25-ci sualdır. Birlikdə baxaq 25-ci sualımıza. Mövzumuz negative sentences, inkar cümləsidir. And negative words, inkar sözlərdir. Xüsusi bir qaydası var ki, qısa qeyd mən sizin üçün burada qeyd edəcəm. Bir cümlədə iki inkar olmaz. İnkar cümlədə to, also, so ifadələri işlənməz. Əgər cümləmizdə hardly, never, no longer bu kimi ifadələrimiz varsa, o cümlədə ikinci bir inkar əvəzliyinə ehtiyac yoxdur. İnkar əvəzliklərimiz hansılardır? No, none, neither, nor. Bildiyimiz üzrə either or rəsmi din vəsaitlərində inkar cümlələrdə istifadə olunmur. Sadəcə danışıq dərslərimizdə biz either or-u inkar cümlədə görə bilərik. Amma rəsmi olaraq either or-u inkar cümlədə işlətmək olmaz. Gəlin birlikdə biz sual nümunəsinə baxaq və ən sonda bunu da qeyd etmək istərdim ki, and bağlayıcısı inkar cümlələrdə yazılmır. Yerinə or yazırıq. And və tərcüməsini verir. Or isə yaxud və ya kimi tərcümə olunur. Bəzi cümlələr istisna olmaqla əlbəttə. Sualımız belədir, 25-ci sualımız. Choose a correct negative sentence. Düzgün inkar cümləni seçirik. Neither the students nor the teacher were pleased with the results of the examination too. Baxırıq, biz dedik ki, inkar cümləmiz, inkar əvəzliyimiz var axı bizim. Neither, nor. Nə tələbələr, nə də şagird. Deyirsə, inkarlıqdır və bizdə burada to işlənibdir. Deməli, bizim A variantımız səhvdir. B-yə baxırıq. Neither the students nor the teacher were not pleased with the result of the examination veribdir. Nə şagirdlər, nə də tələbələr məmnun deyildilər nəticə ilə veribdir burada. Bizim burada were not ikinci inkarımız işlənib. Ona görə səhv götürürük biz bu sualı. Baxırıq C variantımıza. C variantımızda deyir ki, neither the student nor the teacher were also verib bizdə və biz bilirik ki, əgər also ifadəsi varsa, bizim variantımız səhv olacaqdır. Çünki also təsdiq cümlələrdə ancaq istifadə edə bilirik. Neither the student nor the teacher were pleased with the result of the examination no longer veribdir. İnkar ifadəmiz var, amma no longer ehtiyac yoxdur ikinci bir inkar ifadəsinə. Ona görə D variantında silirik. Baxırıq sonuncu Y variantı. Neither the students nor the teacher was pleased with the result of the examination. Və onu da qeyd edim ki, inkar əvəzliklərinin xəbəri əksər hallarda təkdə olur. Bəzi istisnalarımız var ki, neither nor kimi. Əgər nora yaxın ismimiz təkdədirsə, deməli bizim xəbər də təkdədir. Yox, burada teacher sözü cəmdə olsaydı, bizim xəbərimiz də cəmə çevrilərdi. Cavabımız Y variantı.